Sabahınız xeyir Nəsibə xala, necəsiz? Çox pis. Niyə? Nə olub? Dünən axı falçı gəlmişdi. Aha, nə dedi? Evdən ölüm duası tapdı. Yaxşı. Özüm öz gözlərimlə gördüm. Qara əskiyə bükülmüşdü. Buna bax, bir. Heç Məryəmdən gözləməzdim. Amma mən gözləyirdim. Nə gözləyirdimsə o da başıma gəldi. Bəs özü nə dediniz? Yox. Sən mənə o gün yaxşı məsləhət verdin. Daha davadalar salmayacağam. Onsuz da qara qışqırıqla heç nəyi dəyişmək olmur. Mənə maraqlı bilsən nədir? Bu qızın hikkəsinə bax ki, bilirdi evə baxıcı gələcək. Amma o duanı qoyduğu yerdən götürməyib. Yəqin yadından çıxıb da, çoxdan qoyub. Bütün gecəni yata bilməmişəm. Səhərəcən fikir eləmişəm. Nə fikirləşmisiniz? Sənə bir söz demək istəyirəm, Nura. Elə bilirəm sənin də xoşun gələcək bu sözdən. Axır vaxtlar mənə elə gəlir ki, sən Azərə qarşı laqeyd deyilsən. Mənə düzünü de. Ona nəsə bir hissin var. Nə deyim valla Nəsibə xala. Mən elə uşaqlıqdan Azərə vurğun olmuşam da. Heyf. Çox heyf ki, mən bunu indi bilmişəm. Əgər vaxtında bilsəydim, indi Məryəmin yerində sən olardın. Eyb yox, hələ gec deyil. Bu da qismətdəndir ki, sən indiyə qədər ərə getməmsən. Deməli, nəsə eləmək olar. Bax, niyə belə danışırsınız? Azər evli adamdır, onun mənim hisslərimdən ona nə? Azərin də səndən xoşu gəlir.
Bilirəm ki, o səninlə daha xoşbəxt olardı. Bu mümkün deyil. Bəs Məryəm necə olacaq? Mən o Məryəmi rədd eləmək istəyirəm evimdən. A qız, o mənim ölümümü istəyir. Kim onun yanında saxlamaq istəyər? Hələ mən yaxşıya başqa qaynana olsaydı çoxdan onun saçlarından tutub sülüb salmışdı çölə. Yox, mən tezliklə o qızdan canımı qurtarmalıyam. Amma onun hamilə olmağı sizin işinizi biraz da çətinləşdirəcək. Bu təkcə mənim işim deyil. Bu dəqiqədən etibarən həm də sənin işindir. Nuray, səndən açıq danışacağam. Mən Azəri Məryəmdən boşaltdırmaq istəyirəm. Sonra da səni evimə gəlin gətirəcəm. Hə. Nə desən mənə bu işdə kömək eləyəcəksən, ya yox, mən bunu bilmək istəyirəm. Mən nə lazımdırsa eləyərəm. İndi biz fikirləşməliyik ki, bunu necə eləyək? Sən keçən dəfə mənə dedin ki, baxıcı evdən bir şey tapsa sənə xəbər verim. Nə düşünürsən? Necə eləyək? Eşidirəm. Necəsən Zaur? Sən yorulmadın mənə qızdan poç oynamaqdan, hə? Kişi kimi çıx da qabağıma, nə sözün var denən də? Sənə demişəm axı, o gün də gələcək. Amma hələ ki bununla kifayətlənmək lazımdır. Keçən dəfə atamı günahlandırdı, indi kimi günahlandıracaqsan, hə? Kimin növbəsidir? Bilirəm ki, həmin zavodun sahibini tapmısan. Hayf ki, Ələsgər sənə heç nə deyə bilmədi. Sən niyə məni güdürsən? Sənin nənəm həkimin dedi sənə, adamın? Yox Zaur, hər şey sən bildiyindən qat-qat qəlizdir. Ortada çox təhlükəli oyun oynanılır. İstəmirəm ki, bu oyunun qurbanı sənlə Məryəm olasınız. Məryəmin bura nə dəxli var? Az qalır. Hər şey düzə çıxacaq. Ona kimi isə gözün Ələsgərdə olsun. Sağ ol. Alo. Məryəmin hamilə olmağı əllərimizi bağlayır. Amma keçən dəfə eşitdiniz də həkim nə dedi? Uzun müddətdir hamilə qalmır deyənə onun uşağı itirmə təhlükəsi var. Nə deyirsən indi biz? Yox, Nəsibə xala. Elə şey eləmək olmaz. Amma heç kim gözləmir ki, Məryəm uşağı axıra qədər saxlaya biləcək ya yox. O qədər stres keçirdir ki, Allah bilir uşaq. Doğulsa da necə pis doğulacaq. Nəsə problemli olacaq 100%. Düz deyirsən. Elə anadan sağlam uşaq olar, dəlinin biridir. İndi nə deyirsən? Oturub gözləyək ki, bunun uşağı olacaq ya yox? Neyniyək? Başqa yolumuz yoxdur. Gözləməliyik. Amma onun orqanizmi çox zəifdir. Bir də gördün uşaq düşdü. Allah keçsin günahından. Elə ananın uşağı olmağından olmamağı yaxşıdır. Nə tez çıxdın evdən? İşim var biraz. Necəsən Nuray? Yaxşıyam Azər, sən necəsən? Belə də. Başın ağrımır ki. Yadıma salmayı. Onsuz da dünənkinə görə Məryəm başım ətin yeyib. O da lap dəhşətdir. İndi bir dəfə içki içmisən də, nə olacaq? Hə, düzdür də. Göy uşağın gündə içib evə sərxoş gəlir. İndi ildə ayda bir dəfə ad günü olub da, orada da içməsin. Bu Məryəm də elə dığdıq eləməyə bəhanə axtarır. Azər, deyirəm, axşam boşsansa görüşək biraz, gəzişərik, söhbət də eləyək. Gedin. Elə bütün günü iş başındasan. Hərdən dincəlmək də lazımdır. Hə,
elə mən də onu deyirəm. Yaxşı, olar. Amma işlərimi qurtarım, sonra zəngləşərik. Gözləyəcəm. Görüşərik. İnşallah istəyiniz düz gələr. Mənim Allahdan arzum ancaq budur ki, səni öz evimə gəlin gətirim. Salam Rüfət, necəsən? Hə, salam. Yaxşı günlər. Sən necəsən? Yaxşıyam. İşlərin necə gedir? Başa düşürəm səni. Könül də o vəziyyətdədir. Ya inanmıram, könül o vəziyyətdə ola. Yo, nə elə deyirsən ki? Ayrılıq həmişə hər iki tərəfə pis təsir edir. Neysə, da bir şey də oldu, keçdi. Yəni, həyata davam eləmək lazımdır. Sən çox yaxşı insansan. Amma heyf ki, o sənin qədrini bilmədi. Günlar, mən daha bu haqda danışmaq istəmirəm. Yəni, necə deyərlər, həyata davam eləmək lazımdır. Əlbəttə düz eləyirsən. Kiməsə görə özünü öldürən deyilsən ki. Həm universitetdə o qədər qız var ki, səndən xoşu gələn. İndi neyiniyək, könüllə alınmadı da. Amma vaxt gələr, başqa birini taparsan. Yox, mən elə bu haqda fikirləşmirəm. Yəni, əsas güc vermək istəyirəm işimə, dərsimə. Yo, belə eləmə də. Mən istəmirəm sən özünə qapanlasan. Sən həmişə şən, deyib gülən, zarafatçıl biri olmusan. İstəyirəm elə-belə də qalasan. Heç icazə vermərəm də dəyişəsən. İndi vaxtın var. Hə, nədir ki? Burada yaxında bir kafeyə gedirdim. Dedim, başqa bir işin yoxsa bir yerdə gedərdik. Çoxdan da səni görmürəm. O qədər söhbət yığılıb ki. Rüfət, hamıdan gizlənməklə deyil. Bayaq özün dedin ki, həyat davam edir. Gəl gedək oturaq, bir çay içək. Söhbət deyil, həm də fikrin dağılar. Yaxşı. Gedək. Yelinə düşmüsən oğlumun üstünə. İçim əcəb eləyib. Yoxsa səndən icazə almalı idi. Nəsbə xala, mən onun sağlamlığını fikirləşirəm. Sərxoş olanda özünü idarə eləyə bilmir. Hərvə görə xəcalət çəkirsən? Əlbəttə. Axı sən şahənşah ailəsindənsən. Sizin ailənizdə heç kim içki içmir. Bizim ailənin bura nə dəxli var? Siz dünən özünüz onu görməmisiniz. Görsəydiniz belə danışmazdınız. O bu evin kişisidir. Özü bilər. İstəyər içər, istəyər gecə heç evə də gəlməz. Sərin gözü açılmamış. Nə dığdıq salmısan bu evə? Bircə bu qalmışdı ki, Azər evdən küssün. Bax, sənin kimi arvadların üzündən gedirlər kişilər evdən. Axırda yazıq uşağımı evindən, eşiyindən didərgin salacaqsan. Mənim nəsə deməyim mənasızdır. Onsuz da həmişə mən səhv, Azər düz olur. Bəs nə? Özün şərait yaradırsan. Azər onsuz da sənə uşağa görə dözür. Hamilə olmasaydın, çoxdan səni boşamışdı. Nədir? Düz söz yandırır, hə? Özün də yaxşı bilirsən ki, Azər səni yox, olacaq uşaq istəyir. O da dünyaya gələndən sonra səni yaddan çıxaracaq.
İnanmırsan? Neynə? Gələcəkdə baxarıq mən düz deyirəm ya yox. Neysə, mən tələsirəm, getməliyəm. Yadında saxla. Sənin qara günlərin hələ qabaqdadır. Uşaq da sənə kömək eləməyəcək. Çəkilin yolumdan. Bu harasıdır? Hələ gələcəkdə bilsən nələr olacaq? İndi mən səni çərlədim, sən də bax. Ha İsmail buradayım, gel. Gözləyirəm. Sen de çıkmak bilmirsən də bu işten. Ha, nədir yenə sifət edirsən mənə? Ay, istəmədi adam, neyiniyim, öldürüm onu. Nə dedim mən? Administrator olaram, lap yaxşı. Ay sol, belə dinən xoşum gəlsin. Sən can gül də nə olar? Sənə belə çatmaqaş olmaq yaraşmır. Sən də dəyişəsən. Səhərin göz açılmamış durub gəlmisən yanıma. Hə, bilirəm, darıxmışdın qardaşçı. Hə, bəs salam da. Qərət elədim, dedim gül. İndi qabağını ala bilməyəcəm. Ha, dünən Zarun ad gündəydim, o qədər içmişəm, başım partlayır. Hansı Zarun? Bizim Zarun. Ya o təkər qaraldan Zarun. Təkər qaraldan Zarun ad gündə sənin nə işin var? Ha, əlbəttə bizim Zarun. O avtosalon açdığımız adam deyirəm, Zaur. Belə denən də başlamısan təkər qaraldan Zarun, nə bilim filan. Ya sən heç də milyonerlərlə oturub durarsan bundan sonra. Hə, yaxşı. Boş-boş danışma. Əsas işim keçsin. Çox elə xoşum gəlir onların özündən razı sifətlərindən. Doğrudan bu iş məsələsi necə olacaq, hə? Ha, onu danışdım. Bir nəfər var, görüşdüm, onunla danışdım, yeri ondan götürəcəm. Hə. Maşını da elə onun qardaşıdır, qohumudur, nə idi, ondan alacam. Ucuz qiymətə. Ailəlicə bu işlə məşğuldurlar. Narahat olma, yaxşı olacaq. Qardaşım, sən niyə gedib rəsmi yerlərdən almısan maşını, hə? Zəmanət də verirlər. Bax, bu adamı tanımırıq, bilmirik necə adamdır. Hə, lap da yaxşı adamdır. Deyirəm, görüşdüm, əməlli başlı söhbət elədim. Uşaq adam biyəm, adam tanımır, ha? Narahat olma. Özdə maşınları mən istəyən ucuz qiymətə versələr, pulda nə qədər qabağa düşəcək. Qardaşım, mənim gözüm su içmədi bu söhbətdən. Bilmirəm o adam kimdir. Yaxşı olacaq, narahat olma. Hər şeyi özüm düz qoş eləyəcəm. Gel görüm, gel. Geç otur. Yaxşı danış görüm, işler ne yerdedir? Səni bir balaca boş bırakan kimi heç bir iş görmək istəmirsən. Danış görüm, Azərin məsələsi nə yerdə qaldı? Her şey bizim istediğimiz gibi gelir. Azer bizim adamlarla görüşüyor. Razılaştılar ki maşınları ucuz qiymətə alacaq. Bəs Azər pulu verəndə deməyəcək maşınlar haradadır? Onu da fikirləşmişim. Bizim adamlar Azərə bir-iki dənə maşın göstərəcəklər ki, Azərin şübhəsi qalmasın. Sonra da bütün pulları alıb aradan çıxacaqlar. Maşınlar da tamam başqa adamlarındadır. Birazdan maşınların əsl sahibi gəlib, maşınların geri götürəcək. Və deyəcək ki, maşınlarımı oğurlamışdılar. Bu dəfə məni təəccübləndirməyi bacardın. Hər şey yaxşı fikirləşmirsən. Görürsən, istəyəndə işləyə bilirsən. Demişdim axı, bu işi qaydasına qoyacaq. Yaxşı, sən ged onların başının üstündə dur. Sabah bir şey olsa, başımız ağrımasın. Narahat olma, Hüdadım abi. Yaxınlarda Azər hər şeyini bitirəcək. İlqar, indi bütün gün üz gözünü turşudub belə oturacaqsan. Qız ömründə bir dəfə evə gec gəldi. Sən də danladın, qutardı getdi də.
Günah tək qızda deyil validə. Bilirəm. Mənim də günahım var. Gərək icazə verməyəydim. Amma oldu da. İndi ondan da vacib məsələ var. Səhər könüllə danışdım. İlkin ona deyib, bizim ailələr niyə yola getmir? Yaxşı, nə deyib ki ilkin ona? Hər şey. Vidadinin bizə elçi gəldiyini, qızı vermədiyimizi. Axırda da soruşdu ki, Məryəm bibi ilə Zaur yenə bir-birlərini sevir ya yox. Validə, bu hardan çıxdı belə? Dünən könül getdiyi yerdə Məryəmlə Zauru rəqs eləyən görüb. Necə yəni? Rəqs eləyən görüb bir yerdə. Bu nə deməkdir? Hə? Ola bilməz. Nə danışırsan ey sən? Nə danışırsan ey? Qız indi bibisini tanımayacaq. Görüb ki, bir yerdə rəqs eləyir də. Mən də tutuldum qaldım. Bilmədim heç nə deyim. Yaxşı. Mən Məryəmlə danışaram. Bu məsələnin bir açıqlaması olmalıdır. Əlbəttə nəsə olmalıdır. Yoxsa... İlqar... Deyirəm bəlkə... Bunlar yenə... Nə axmaq-axmaq danışırsan validə. Sən qoymursan bir rahat oturaq. Hər dəfə bir mövzu atırsan ortalığa. Sən də ilkinə bax da, ağzında söz qalmır. Neynəsin ey uşaq? Elə bilir könül hər şeyi bilir də, nə bilsin ki, biz ondan gizlədirik. Məryəmlə də deyəsən axır vaxtlar çox yumşaq davranıram. Yaxşı Məryəm, sənlə də danışaram. İlqar, axır vaxtlar yaman əsəbi olmuşsan. Vallah mən sənə görə elə qorxuram ki. Olaram da əsəbi validə, olaram da. Bir yandan siz ana-bala burada mənə yalan danışırsınız. Nə bilim, çox rahatlaşmışsınız, nələrsə fırladırsınız burada. Oradan da Məryəm əsəblərimdən oynayır. Adamda əsəb qalar. Salam Zaur bəy. Salam Azər. Məşğul deyilsən? Yo, buyur, buyur. Necə sən özünə gələ bildin? Üzürlü hesab elə dünən biraz çox içdim. Sözün düzü dünən heç tanıya bilmədim səni. Afisantımızı vurub öldürmüşdün. Axır vaxtlar hər şey o qədər üst-üstə yığılıb ki, dünən də biraz içən kimi hər şey çıxdı çölə. Olur belə şeylər, insan hərdən boşalmalıdır. Orası düzdür. Amma elə şeylər var ki, onları deməsən yaxşıdır. Amma mən özümdə deyildim. Aydındır. Yoldaşın necədir? Dünən narazı görünürdü yaman. Məryəm? Arvadların işi gücü elə deyinməkdir də. Təzə xəbərdir deyən. Məni narahat edən başqa məsələdir. Mən istəmirəm dünən olanlara görə bizim işbirliyimizdə nəsə problem yaransın. Yəni, mənim haqqımda pis fikirdə olasan. Amma mən sənin yerində olsaydım, ailədəki narazıçılığı aradan qaldırmaq barədə fikirləşərdim. Dünənə qalanda isə, yəni yenə də deyirəm, olan şeydir. İkimiz də kişi, yəni kişi içər də, dava eləyər də, necə deyirlər. Ailə, mən də elə fikirləşirəm. Onda yaddan çıxardaq geçsin. Yaxşı. Mən sənin vaxtını almayayım. Gedim işlərimin dalayacaq. İşlər demiş ki, Azər, necədir vəziyyət bizdə? Yaxşıdır, hər şey yaxşıdır. Artıq sifariş vermişəm, bir sıra maşınları almalıyam. Məkan da tapmışam, çox əla yerdir. Hər şey biz gözlədiyimizdən də yaxşı olacaq. Sevindim. Peki elə olsun. Oldu. Bir şey sipariş edeyim sənə? Yox, sağ ol, mən gedim. Al.
Könül, yazmışdın ki görüşmək istəyirsən. Nəsə olub? Sənlə bir mövzu haqqında danışmaq istərdim. Danış da, uzatma, qorxudursan məni. Dünən tanışım məni qardaşın ad günə dəvət eləmişdi. Zaurun ad gününə. Səni də orada gördüm. Hə, oradaydım. Bibi, səni Zaurla rəqs eləyəndə gördüm. Və sonra dedi ki, mənə hər şey danışdı. Nəyi? Nəyi danışdı sənə? Hər şey. Yəni sən az qala Zaurla nişanlanacaqdın, baba da razı olmayıb. Və sonra siz ayrılmısınız. Bir şey deməyəcəksən? Nə eşitmək istəyirsən, Könül? Hə, biz Zaurla bir vaxtlar nişanlanmaq istəyirdik. Sonra atam icazə vermədi, hə. Və bu məsələ bitdi. Əminsən, Bibi? Başa düşmədim. Anam həmişə səni pisləyəndə mən sənin tərəfi tutmuşam. Deyirdim, Bibi bilir də neynir. Amma yox. Dünən görürəm ki, keçmiş sevgilinlə rəqs edirsən. Könül, sənə nə olub, hə? Niyə belə danışırsan? Mənə düzün denən. Sən hələ də Zauru sevirsən? İlqar əmi. Salam. Necəsiz? Hə. Yaxşı ki gördüm səni elə. Mənə sən lazım idin. Bura bax. Sən niyə gedib Könülə hər şeyi danışmısan? Hə? Nə barədə? Özümü bilməməzliyə qoyma. Mən belə insanlardan xoşum gəlmir ha, İlkin. Siz yəqin Məryəmlə Zaur söhbətini deyirsiniz, hə? Amma valla mən bilmirdim Könlün xəbəri var ya yox. Bilsəydim deməzdim. Həm də düşündüm ki, bir ailəsiz də bir-birinizin xeyrinizdən, şərinizdən xəbəriniz olar. Könlün bu işdən xəbəri var ya yox. Bunun sənə nə adiyyatı var, hə? Sən niyə başqasının işinə qarışırsan? Keçmişdə sənə nə İlkin? Ay İlqar əmi, əsəbləşməyin də. Mən istəmirəm mənim dediyim şeylərə görə narahatçılıq yaransın ailənizdə. Yox, siz ailəlikcə heç kəsin ailəsində narazıçılıq yaranmağını istəmirsiniz. Amma axırda belə olur deyəsən. Bir də üzr istəyirəm İlqar əmi. Lazımsa gedim Könüllə də danışım. Lazım deyil. Sən bizim ailənin məsələlərinə qarışma, yetər. İlqar əmi, bir də deyirəm. Doğrudan mən bilmirdim onun xəbəri var ya yoxdur. Bilsəydim deməzdim. İstəməzdim sizin evinizdə qanqaraçılıq salım. Həm də Zaurla Məryəm ilk dəfə deyil ki, görüşürlər. Könül özü də görə bilərdi. Necə? Könül, sənə ayıb deyil mənə belə sual verirsən? Ayıb niyə olur ki? Adi sualdır da. Həm də dünən sən orada Zaurla rəqs eləyirdinsə, deməli aramızda nəsə var. Ya da ona qarşı nəsə hiss edirsən, Bibi. Könül, mən ora Azərlə getmişdim. Azərlə də rəqs eləyirdim. Sonra Nuray gəldi, Azəri rəqsə dəvət elədi. Mən də Zaurla oynamaq məcburiyyətində qaldım. Aydın oldu sənə hər şey? Yox da deyə bilərdin. Niyə razılaşdın? Bəzi şeyləri başa düşmək üçün yaşın elə çatmır. Bibi, o sənə elə gəlir. Mənim hər şey yaşım çatır. Həm də ki, mənə çox maraqlıdır. Azər əminin xəbəri var, Zaur kimdir? Könül, sənə nə olub, hə? Niyə özünü belə aparırsan? Çünki özümü gic yerinə qoymuş kimi hiss edirəm. Elə anam düz deyirdi. Mən isə inanmırdım anama. Mən səni tanıya bilmirəm, Bibi. Könül,
Könül, bilmədiyin çox şey var. Zaurla mənim hekayəm çoxdan bitib və heç vaxt da başlaya bilməz. Mən Azəri sevirəm. Amma məncə sevən insan sevdiyindən heç nə gizlətməz. Könül, səninlə mübahisə eləməyəcəyəm mən. Bu mənim şəxsi işimdir. Başa düşdün? Olsun da, nə deyirəm ki? Könül. Necə yəni ilk dəfə deyil görüşürlər? Başa düşmədim, nə danışırsan sən? Heç nə, Qaramə, boş şey deyil. İlkin, sən axı hardan bilirsən onlar tez-tez görüşürlər? Deyəsən sizin də xəbəriniz yoxdur, hə? O vaxt olanlardan sonra Zaurla Məryəm dostluq münasibəti saxlayırlar. Hərdən də görüşürlər. Bu lap ağ oldu ya. İlqar əmi, xahiş edirəm əsəbləşməyin də. Yenə bax mənim dediyim nəyəsə görə evinizdə qanqaraçılıq düşəcək, narazıçılıq düşəcək. Yox, sənlik bir şey yoxdur. Necə yox deyə, könüllə olanda da belə oldu da. Bir kəlmə söz işlətdim, görün nə oldu. İndi də belə. İstəmirəm ailənizdə qanqaraçılıq yaransın. Qanqaraçılıq onsuz da yaranacaq ilkin. Çünki sənin qardaşın Zaur heç cürə Məryəmdən uzaq dayana bilmir. Mən ona bir-iki dəfə xəbərdarlıq eləmişəm. Başa düşmədi deyəsən. Valla düzünə qalsa mən özüm də ona xəbərdarlıq eləmişəm bir neçə dəfə, amma yaxşı olardı ki, Məryəm özü ona desin ki, məni narahat eləmə, yoxsa... Bunu Məryəmin ona deməsi lazımdırsa, mən bunu təşkil eləyərəm ilkin. Mən özüm də onda yenə Zaharla danışaram. Hər halda ikimiz bir yerdə cəhd eləsək nəsə alınır. Vidadinin Zaurdan xəbəri var? Hə, xəbəri var. Hələ qadağalar da qoyub. Amma nə xeyri? Eybi yox. Mən Vidadi deyiləm. Bu məsələni kökündən kəsərəm. Düz edirsiniz. Nə kömək lazım olsa bulunuzda. Yaxşı, sağ ol. Deyirəm, keyfin yaman yerindədir. İndi sən nə danışsan? Nə danışıram? Utanmırsan sən, hə? Dünən elə bir qarşımda böyük-böyük danışan sən deyildin. Nə oldu birdən? İndi gəlib burada gülə-gülə oturursan. Nə danışırsan sən Könül? Mən Rüfətə dəstək olmaq istəyirəm. Sən həmişə Rüfətdən xoşun gəlib də, sadəcə boynunu almamısan. İndi əlbə fürsət düşüb, həmişəki kimi. Könül, keç otur yerivə. Mən kimlə hara gedirəm, nə edirəm, sənə adiyyatı yoxdur. Könül, gəl gedək. Yalancısan sən. Allah bilə siz nə vaxtdan görüşürsünüz. Mənim də xəbərim yoxdur. Sən indi hislisən, bilmirsən nə danışırsan. Gülnar, mən çox gözəl bilirəm nə danışıram. O ki, qaldı sənə Rüfət. Sən düz deyirdin. Aramızda hər şey bitdi. Hə, Zaur. Bağışla, eşitmədim. Nə dedin? Nə bilim. O qədər şey baş verib ki, bilmirəm. Məncə bu yaxşı fikir deyil. Yaxşı.
Necəsən? Bilmirəm. Bilmirəm necəyəm Zaur. Bir müddət sakitçilik olur. Sonra yenidən tufan qopur. Bezdim fasilələrlə yaşamaqdan. Qırıq-qırıq həyatdan yoruldum artıq. Bir an elə bilirəm ki, hər şey düzəlir. Yenicə ümidlənməyə başlayıram ki, keçmişdə yıxılıb qalıram. Ayağa qalxmağa gücüm qalmayıb, Zaur. Həm də ki, nə mənası var? Onsuz da tezdən yıxılıram. Günah məndədir, gərək sizi heç çağırmayaydım. Səndə heç bir günah yoxdur. Bilirsən, Zaur, biz yaşamağa, xoşbəxt olmağa çox tələsdik. Hələ nə yaşımız vardı ki, qanunlarını bilmədiyimiz həyatın qucağına atıldıq. İndi də başqalarının həyatını yaşamağa məhkum. Məryəmi göz yaşlarımın içində boğdum. Öldü o Məryəm. İnanırsan nələri verərdim ki, bir dənə ürəyindəki ağıllara son qoymalıyam. Hər şeyimi verərdim, hər şeyimi. Bugün qardaşım qızı ilə danışırdım. O da sənin ad günündəymiş. Bilmirəm, qardaşın çağırıb deyəsən onda. Axır bizi rəqs eləyən görüb, üstəlik keçmişdə olanlardan da xəbər tutub. Yəqin ilkin danışıb ona hər şeyi. Biz o ilə dost kimi olmuşuq, bir-birimizə hər şeyi danışardıq. İndi isə məndən üz çöndərib. Ona elə gəlir ki, biz hələ də sevirik bir-birimizi. Bəs sən nə dedin ona? Ne oldu Aydız? Havalanmış kimi geldin eve. Heç nə ana. Biraz əsəbiyəm. Bugün mənə dəymə xahiş edirəm. Qudurma ha. De görüm ne olub? Kim əsəbləşdirib səni? Gülnar. Bizim Gülnar. Bizim demə ona. Zəhləm gedir ondan. Dava eləmisiz? Niyə? Bugün Rüfətlə gördüm onu. Gördüm kafedə oturub danışıb deyib gülürlər. Mən də deyirəm nə olub? Ana bu azdır. Elə ayrılmağımızı gözləyirdi də. Bütün gün Rüfət ətrafında fırlanır indi. O qızdan elə mənə əvvəldən xoşum gəlmirdi. Gözü başı qaynayır o qızın. Eybi yox. İkisini də sildim. Nə istəyirlər eləsinlər. Ay qızım, adama deyərlər sənə nə? Ayrıldın, qutardı, getdi də. Özünü elə göstərərdi ki, heç vecinə də deyil. O qoyular yanıb tökülsün də. Yoxsa hamın gözün qabağında dava qırğın elədin? Nəyini? Yanıb baxan deyirdim ki, dözmədim, getdim dava saldım. Oxşadı, nə oxşamışdı? Sənə bu da azdı. İndi Rüfət
sevinsin ki, könül mənə görə dərd çəkir. Ayaqmaq, bəlkə o qızı bilə-bilə gətirib ora ki, sən əsəbləşdirsin. Dur, gəl gedək çörəyini ye. Otaqda gizlənməklə deyil. Səbətə daşı doldurmuşsansa, daşımasan da biləcəksən. Gəlin. Dünən bərk dalaşdınız Məryəmlə. Əməlli başlı dalaşdıq. Çox gəlir üstümə. Bilmirəm hamiləlikdəndir, ya nədir. Axır vaxtlar o səni çox sıxır. Elə bütün günü deyinir ki, cəmaatın pulunu niyə xərcləyirsən, niyə elə eləyirsən, niyə belə eləyirsən? Zarun pulunu deyir. Əşi lazımdır ki, xərcləyirəm də. Mən bilirəm, o inanmır ki, mən bu işi qura bilərəm. Azər, Məryəm də yorulub artıq. Elə mən də yorulmuşam. Hiss eləyirəm. Elə dünən də Məryəmə deyirdin ki, əgər uşaq olmasaydı, çoxdan ayrılmışdınız. Elə dava onun davasıydı da. Heç bilməm ağzımdan necə çıxdı. Yəqin çox içmişdim. Yox, əşi. İnanmıram içkinin təsirindəndirmisən. Məncə elə sən düzünü deyirsən. Azər, hiss olunur da, sən əvvəlki kimi baxmırsan Məryəmə, əvvəlki kimi sevmirsən onu. Hər şey göz qabağında. Ola bilər. Amma həyatdır da, nə bilmək olar. Əsas odur ki, bir yola çıxmısınız, hara qədər gedəcəksiniz, o qədər də önəmli deyil. Nuray, Məryəm mənim uşağımın anasıdır. Sevirəm, sevmirəm, nə fərqi var ki? Məyər ailə tək sevgi üzərinə qurulur? Amma sizin ailə tək uşaq üzərində qurulur. Bağışla. Alo, Nuray, salam. Necəsən? Salam Vidadi müəllim. Biz görüşə bilərik, səninlə bir balaca söhbətim var. Yaxşı olar. Elə sizin evinizin yaxınlığındayam. Lap yaxşı. Onda gözləyirəm. Hələlik. Yaxşı Azər. Mən gedim, bir balaca işim çıxdı. İndi görüşərik. Görüşərik. Hər şey yaxşı olacaq. Niyə cavab vermirsən? Nə dedin ona? Dedim ki, belə şey mümkün deyil. Düz demisən? Kim bundan sonra inanar ki, belə bir şey mümkündür? Yəni məni sevməyin. Zaur, mən bilirsən nədən qorxuram? Bu söhbət böyüsə gedib Azərin qulağına çatacaq. Sən könlünə hər şey başa salmalısın. Danışdım da oyuna. Qulaq asmadı ki. O səni çox istəyirsə başa düşəcək. Uşaqdır, indi görüb bizə oynayırıq, ağlına min dənə fikir gəlir. Həm də ki, Azər də oradaydı, sən tək deyildin. Görək də. Alo. Salam Zaur bəy. Sizi narahat edən Ələsgər bəyin həkimidir. Eşidirəm sizi. Mən zəng elədim, deyim ki, Ələsgər bəyin vəziyyəti pisdir. O sizi görmək istəyir. Sizə deyilə sözü var. Bu dəqiqə gəlirəm ora. Oldu. Sən qaçdıqlar zavodun yiyəsi özünə gəlib xəstəxanada mənə nəsə demək istəyir.